ki, Şəddadilər dövləti. Düzdür. Bildik ki, Sacı, Salari, bax Şirvanşahın sərhəddi buraydı. Şimal-Şərq torpaqları. Sacinin sərhəddi Dərbənddən Zəncana qədər. Salarinin sərhəddi Dərbənddən burada Fərat və Dəzlə çayları vardı. Fərat və Dəzliyə kimi, Fərat çayı kimi. Salarilər daha böyük ərazini əhatə edirdi. Salarilər dövləti bütün Azərbaycanı əhatə edir. Salarilər getdikcə zəiflədi. Kimin dövründə? Video çəkir. Hə. Kimin dövründə zəiflədi? Salarilər. İbrahim İbni Mərzbanın dövründə. Məhəmməd İbni Mərzban öləndən sonra oğlu və qardaşı arasında hakimiyyət uğruna mübarizə getdi. Dövlət zəiflədi. Ona görə də parçalanma getdi. Parçalanmanın ilki buradan başladı. Salarilər dövləti 981-ə kimi gedəcək. Amma mövcudluğu dövründə hələ 971-də Şəddadilər dövləti yarandı. Şəddadilər. Bu dövlətin varlığına 1088-ci ildə son qoyulacaq. Bax, burada yarandı. Paytaxtı Gəncə oldu. Buradan məsələyə diqqət edin. Rəvvadidə də, Şəddadidə də, Şirvanşahda da demişdik. Məziyyədilərin əmirliyi başqadır, dövlət başqa. Əmirlik həmişə dövlətdən qabaqdır. Bunu unutmayın. Bir zamanlar 951-ci ildə Məhəmməd İbni Şəddad Dəbili tutaraq, Dəbil indiki İrəvan ərazisidir. Onu axtaranda Göyçə ətrafında axtarır. Göyçə gölünün Ermənistana tərəfki hissəsində axtarır. Dəbil əmirliyin yaratdı. İndi bax, sual düşür bəzən. Deyir ki, Şəddadilər dövlətinə aiddir. Və ora verir Dəbil əmirliyinin yaranması. Siz də sevinə-sevinə götürürsünüz. Amma düşünmürsünüz ki, dövlət 71-də yaranıbsa, Şəddadilər dövləti nətər Dəbil əmirliyin yaradar? Əmirlik öncə yaranır.